Salam, hər vaxtınız xeyir olsun dostlar və gözəl qardaşlar, gözəl sənətkarlar. Bu da bizim növbəti mənzilimiz idi. Növbəti mənzildə montaj sistemini tamamladıq. Mənzil 70 kvadratdan ibarətdir. Mənzil bütöv isti döşəmə olacaq inşallah. Mənzildə kombi hissəni balkonda yerləşdirdik. Kombinin bazasına görə kombi bu hissədə yerləşir. Bu isti döşəmənin kollektoridir. Bu isə mənzildən otaq termostatlarından gələn naqillərdir. Burada aktuatorlarımız olacaq. Aktuatorlara qoşulmaq üçündür. Bu isə filtrdir. Bu manometr suyun təzyiqini nizamlamaq üçün burada su regulyatorda yerləşdirmişik. Bu mənzilin opşi su krantı, bu opşi filtrdir. Sistemdə zibil olarsa, heç bu hissəyə zibil gəlməmək üçün. Burada mənzildə su yumuşaldıcı olacaq. Su yumuşaldıcı üçün su çıxışları vermişik. Bu vaxtda su yumuşaldıcını qoşanda mənzilə su yumuşaldıcı vermək üçün. İnşallah böyük ustalar betona başlar bu mənzildən. Beton işi tam bitəndən sonra biz gəlib isti döşəməni də çəkəcəyik inşallah. Yenə də orada çəkilişlər olacaq. Növbəti mənzildə görüşmək ümidi ilə, növbəti mənzildə də yenə gözəl işlərimiz, gözəl çəkilişlərimiz olacaq inşallah. Bizimlə əlaqə üçün profildə nömrələrimiz var. Vaxtınızı ayırdınız, izlədiniz, çox sağ olun. Növbəti mənzildə görüşmək üzere.